Təqribən miladi 573-cü ildə Məkkədə dünyaya gəlib. Əbu Bəkrin doğum tarixi haqqında ixtilaf olsa da, çox güman ki, elə miladi 573-cü ildə anadan olub. İslam Peyğəmbərindən təxminən 2 il kiçik idi. Atası Osman ibn Amir, Əbu Quhafə və anası Ümmül Xeyf Səlma bint Səxir, Əl-Xeyr, hər ikisi Qureyşin Teym qəbiləsindən idilər. Teym qəbiləsi Qureyşin içində zəif qəbilələrdən sayılırdı. Əbu Bəkirin özü, atası və qardaşları Abdullah ibn Cuddan adlı birinin qulları idilər. O, Həbəş nəslindən idi. Abdullah ibn Cuddan zina müəssəsinə sahibi idi. O, onlarla kənizin sahibi idi. Onları pul qarşılığında kişilərə təklif edirdi, qadınlar onlardan hamilə qalardı və sonra uşaqları atalarına və yad adamlara satardı. Belə bir biznes. Əbu Bəkirin künyəsi Əbu Fəsil idi. Peyğəmbər sələvatullah künyəsi bəyənilməz olanların künyəsini dəyişdirərdi. Fəsilin anlamı süddən ayrılan dəvə balası deməkdir. Bəkir isə cavan və ya bir dəfə doğmuş dişi dəvəyə deyirdilər. Tarixdə bir neçə dəfə olub ki, onu elə əvvəlki künyəsi ilə çağırmışlar. Yəni, sən Əbu Bəkir yox, elə Əbu Fəsilsən kimi. Təqribən